Hər birinizi salamlayıram. Bu dəfə yeni bir videodan demədim, çünki köhnə bir videodan salamlayıram. Kanalımızın abunəçilərindən əksəriyyəti bilir ki, bizim kanal daha öncələr açılmışdı. 2023-də kanalımız fəaliyyət göstərdi. Sadəcə bəzi səbəblərdən davamlı kanalla maraqlana bilmədiyimiz üçün kanalı bir müddətdən sonra bağlamaq məcburiyyətində qaldım. Amma videoları, təbii ki, çəkdiyim videolar qalmışdı. Onların bəzilərini bu günə qədər paylaşmışam kanalda. Lap əvvəllər, yəni yeni açılanda əksəriyyəti köhnə kanalın vaxtında çəkdiyim videolar idi. Ancaq bəziləri də arxivdə qalmışdı. Çünki bəzilərinin artıq aktuallığı itmişdi deyə düşünürdüm. Ona görə paylaşmamışdım. Bugün onlardan birini biraz fərqli formada sizinlə paylaşmaq istəyirəm. Bu video hal-hazırda çəkilir. Tarixi də görürsünüz kompüterdə. Ancaq 2023-cü ilin dekabrında bir video çəkmişdim və kanalda paylaşmışdım. Videoda göstərilən qayda hələ də aktualdır. Sadəcə model köhnə idi. Həmin videoda indi görəsiniz qarşıda Galaxy A73 modeli göstərilirdi. Bu məlumatı sizə vermək istəyirəm. Sammobile.com deyə bir sayt var. Burada Samsung telefonları haqqında rəsmi xəbərlər, proqramlar, oyunlar və ən əsas da telefonun öz proqram təminatı, firmware deyilən öz proqram təminatı yerləşdirilir və biz bunu adin vasitəsilə yeniləyə bilirik. Bildiyiniz kimi telefonlara proqram təminatının yenilənməsi telefon haqqında bölməsində gəlir və OTA deyilən yeniləmə, yəni 10 Air birbaşa telefonun öz tərtibatçı tərəfindən yüklənilir və telefon sönüb quraşdırılır, yanılır. Ən təhlükəsiz, ən məsləhət görülən yeniləmə üsulu budur. Ancaq adin proqramını əksəriyyətiniz yəqin ki, eşitmişsiniz. Bir vaxtlar daha məşhur idi. Ancaq son dövrlərdə dediyim kimi OTA vasitəsilə yeniləmələr alınır deyə ona o qədər də tələbat qalmayıb. Adinlə yeniləmə əvvəldən deyim ki, biraz riskli bir əməliyyatdır. Ona görə əgər eləsəz, bu sizin öz riskinizdir. Hər hansı bir problem yaşaya bilərsiniz telefonla. Ancaq məlumat üçün baxa da bilərsiniz bu videoya və yaxud eləyə də bilərsiniz. Üstünlük nədir? İndi həmin videoda görəcəksiniz. Mən sizə sadəcə indi real dövrdəki izah eləyim. Sonra qarşıda həmin videoya keçid eləyəcəyik. Səsləndirmə də, montaj da həmin dövründə artıq 3 il keçib. Sizə göstərmək istədiyim nədir? Samsungun bildiyiniz kimi model kodu olur. Burada mən S22-ni göstərmişəm. S22-nin model kodu SM-S901 və sonunda da bəzi fərqli hərflər görürsünüz. B hərfi olan bölmədə bizim ölkə, baxın, Qafqaz ölkələri gördüyünüz kimi burada yerləşdirilir və qarşısındakı tarixə gəlin nəzər salaq. Video çəkildiyi tarixdən 4 gün öncəni göstərir. Bu nə deməkdir? Bizim ölkədə, yəni biz Qafqaz ölkələri siyahısında gedirik. Burada digər ölkələrdə görürsünüz, dünyanın bütün ölkələri burada var və daxil olsaq bu linkə həmin telefonun proqram təminatı bizim qarşımıza çıxacaq. Öz ölkəmizə qayıdırıq. Yəni Azərbaycan yoxdur. Dediyim kimi Qafqaz ölkələri bir yerdədir. Yanvarın 26-sı Android 16-nı Galaxy S22 alıb. Bu həm bir məlumatdır sizin üçün. Əgər S22 işlədirsinizsə, artıq yeniləmə alıb, yəni telefonun öz yeniləmə bölməsindən, telefon haqqında bölməsindən siz bunu yeniləyə bilərsiniz. Ancaq burada bir məsələ də var ki, baxın, burada hal-hazırda görünmür. Qarşıda videoda görəcəksiniz. Burada əksər ölkələr daha tez alır bu yeniləməni. Biz isə əsasən bu prosesin, yəni bütün ölkələr bu yeniləməni aldığı müddətin ya ortalarında, ya sonlarına doğru alırıq. Əgər istəyirsinizsə ki, vaxtından əvvəl bu yeniləməni alasınız, səbriniz çatmırsa, burada istənilən bir ölkənin versiyasını deyək ki, misal üçün bunların hamısı 15-dir və dediyim kimi bizdə də baxın, hamısı eyni vaxtda demək olar ki, yenilənib, amma burada fərqli tarixlər görürsünüz. 2025-in dekabrında yenilənənlər var, noyabrında yenilənənlər var, ölkələrə baxın. Gördüyünüz kimi, misal üçün Portuqaliyada oktyabrda yenilənib 16-nı, həmin vaxtda alıb. Bura daxil olsaq,
Gördüyünüz kimi burada qeydiyyatdan da keçməlisiniz. Bu yaddan çıxırsa demək. Saytdan burada tez-tezdə yuxarıdan bir panel açılır. Buradan qeydiyyatdan sadə qeydiyyat formasıdır. Mail adresi, login, parol doldurup qeydiyyatdan keçib daha sonra buradan bu telefonun proqram təminatını yükləyib və qarşıdakı videodakı formada telefonunuza quraşdıra bilərsiniz. İndi isə keçək həmin dövrdə Galaxy A73 modelini həmin ADIM proqramı ilə praktiki necə yeniləmişik ona baxaq. Əgər video sizin üçün maraqlıdırsa, faydalıdırsa, mütləq videonu bəyənin və kanalımıza abunə olun. Bu sizin qarşınıza çıxan 100-dən çox videodan sadəcə biridir. Digər videolarımıza da nəzər salmağı unutmayın. Ülümüzəv kanalından hər birinizi salamlayıram. Bugünkü videomuzda biz Android versiyasının yenilənməsi haqqında danışacağıq. Əvvəllər əsasən də Samsunglarda 18 ay müddətində telefonun çıxış tarixindən üzərində gələn hansı Android versiyası idisə, ondan sonra 18 ay müddətində gələn bütün yeniləmələri alır. Ancaq 2023-cü ilin avqust ayından etibarən Samsung artıq 4 il müddətində telefonlara yeniləmə verəcəyini açıqladı və bu özü çox yaxşı xəbərdir. Yəni telefon belə deyim, bilirsiniz ki, versiya köhnəldikcə bir müddətdən sonra artıq müəyyən proqramların işləməyi dayanır və dəstək dayanır. Proqramın yenilənmələrini ala bilmirik. Orada qeyd olunur ki, bu artıq sizin versiyanıza uyğun deyil, köhnə versiyadır. Amma yeniləmələri aldığı müddətcə istifadə etdiyimiz cihaz daha istifadəli olur, daha rahat şəkildə bütün proqramlardan istifadə edirik. Yenilənmənin alınması üçün Samsungda telefonlarda bir bölmə var, digər Androidlərdə də belədir. Mən Samsung üzərindən izah edəcəm. Telefonda olan bir bölmə var. Həmin bölmə üzərindən yoxlayırıq. Yeniləmə gəlibsə avtomatik yükləyib quraşdır. Yox, əgər orada gəlmirsə, bunun yenilənmənin bir növü də var, bir qaydası da var. İndi sizə onu göstərəcəm. Bunun üçün biz sammobile.com saytına daxil olmalıyıq. Gəlin sayta daxil olaq. Bu saytda Samsung haqqında rəsmi xəbərlər, rəsmi məlumatlar, versiyalar və bir çox proqramlar, faydalı əlavələr var. Bu sayt uzun müddətdir fəaliyyət göstərir. Buradan istifadə etmək üçün sizin qeydiyyata ehtiyacınız var. Qeydiyyat olmaq üçün gördüyünüz bu join bölməsinə daxil oluruq. Fərdi istifadə üçün individual seçimini seçirik. Sadə bir qeydiyyat formasını doldururuq. Mənim qeydiyyatım var və ona görə login bölməsinə keçid eləyirəm. Sayta giriş etdikdən sonra bu bölməyə keçid edirik. Buradan isə birinci bölməyə daxil oluruq. Burada mənim model nömrəm birinci hissədə sadəcə bayaqki telefonumuzu model nömrəsini yazırıq. A736B idi. Və yazan kimi gördüyünüz kimi aşağıda Galaxy A73 telefonumuzun modeli çıxdı. Daxil oluruq buna. Və aşağıda yeniləmələri yoxla seçirik. Bizdə hal-hazırda versiya 13-dür. Gördüyünüz kimi burada yenilənmələri bir çox ölkələrdə artıq 14 istifadəyə verilir və hansı tarixdən istifadə verildiyini görürük. Burada dekabr ayı ərzində Android 14 burada təqdim olunur. Bəzi ölkələrdə isə noyabrın sonlarında. Bizdə Qafqaz ölkələri gedib. Gəlin onu axtaraq. Bayaq yoxlamışıq. Gördüyünüz kimi Qafqaz ölkələri və oktyabr ayında 13-cü versiyanı almışıq. Ondan sonrası yoxdur. Biz burada istənilən ölkəni 14-cü versiyasını bu telefona quraşdıra bilərik. Bunun heç bir ziyanı, heç bir mənfi tərəfi yoxdur. Dəfələrlə mən bu qaydada
yeniləmişəm, istifadə eləmişəm. Buradakı ölkələrdən birini seçək. Bizə yəni qonşu olaraq ən yaxın Rusiyadır. Əvvəl bizə Rusiya versiyalı telefonlar gəlirdi. Sonradan isə Qafqaz ölkələri üçün ayrıca gəldi. Versiya olaraq, yəni ölkə üçün buraxılışı burada gördüyünüz kod dəyişəcək sadəcə. Qalan telefonda heç bir əksilən funksiya olmur. Rusiya seçirəm, 14 Android 14 noyabrın 26 təqdim olunur. Və burada gördüyünüz fast download bu pullu abunələr üçündür. Bunu seçsəz əlavə ödəniş istəyəcək sizdən. Ancaq burada wait download, yəni biraz zəif yükləmədir. Amma pulsuzdur. Yəni bunu seçirik. Soldakı bölməni seçirik. Burada belə reklamlar gələcək. 30 saniyə gözləyəcək. Yükleme bitti. Yükleme bittikten sonra bu zip faylindadır. Zip faylinden açaq. Öncə burada bir qovluq yaradaq. Və istənilən bir ad verə bilərik. Zip faylın içərisində gördüyünüz bu yenilənmə faylları var. Bunu işarələyirik. Və zipdən çıxardıq həmin bu qovluğa. Bunlar çıxana qədər arxivdən biz yenidən qayıdaq bu bölməyə. Deməli, burada gördüyünüz kimi sağda download Odin yazılıb. Bu yeniləmə üçün bizə lazım olan proqramdır. Bunu da buradan yükləyirik. Arxivdən fayllar çıxarıldı və biz buradan yüklədiyimiz Odin proqramında masa üstünə alaq. İndi biz telefonumuzu yükleme modunda kompüterə birləşdirməliyik. Bunun üçün deməli yeniləmədən əvvəl ən diqqət edəcəyiniz məqam telefonun tam bataryasının dolu olmasıdır. Ən azı 70-80% olmalıdır ki, bu yeniləmə prosesində bitməsin və bitərsə yeniləmə yarımçıq qalacaq, telefonunuz açılmayacaq. Ona görə tam dolu şarjla, tam dolu batareya ilə telefonunuzu kompüterə birləşdirəcəyik. İndi yükleme modunu necə alırıq, onu da sizə göstərəcəm. Deməli, Odin proqramını açaq. Və ilk öncə telefonumuzu söndürməliyik. Telefonu söndürək tam. Telefon söndükdən sonra deməli həm səs alma və səs vermə düymələrin ikisini eyni vaxtda sıxırıq. USB-ni birləşdirir. USB-nin bir tərəfi kompüterə qoşulu olmalıdır və sıxıb saxlayırıq. Buradan isə USB-ni birləşdiririk. Və gördüyünüz kimi burada yerləşdiririk onları bura. Və gördüyünüz kimi burada belə bir yaşıl ekran və yazılar gəldi. Burada səs qaldırma düyməsini basmalıyıq biz və bundan sonra gördüyünüz kimi yükləmə rejimini keçdi və burada da Odin proqramında added, yəni əlavə olunduğu göstəricisi gəldi. Ardıcıl olaraq burada gördüyünüz kimi qaydası da yazılıb. Yeni modellərdə 1, 2, 3, 4 əlavəni buraya əlavə etməliyik. Köhnələrdə isə bütöv şəkildə əlavə olunur. Yeni modeldir. Yeni modellər üçün burada gördüyünüz bu bölmələri bayaq çıxartdığımız qovluqdan seçəcəyik. Gördüyünüz BL yazılan birinci hissəyə daxil oluruq. Və buradan iş masasında bu qovluqda gördüyünüz burada hamısında eyni yazılıb BL-i seçirik.
və əlavə olunduqdan sonra burada işarə və həmin faylın adı bura düşür. Faylın adı düşənə qədər gözləyirsiniz. İkinci də APN-i əlavə edirik. AP də əlavə olundu. Bu ən gec əlavə olunandır. Ona görə səbirlə gözləmək lazımdır. Həcmi böyük olduğu üçün bunu biraz gec əlavə edirik. Ondan sonra CP 3-cü bölümünə daxil oluruq. Buradan da aidiyyəti olanı seçirik. En son CSS-ni seçirik. Burada 2 dənə gördüyünüz kimi CSS faylı var. Biz home olanı seçirik ki, yaddaşında olan fayllarımız silinməsin. Təkcə özünü seçsəz tamamilə sıfırlayacaq və yaddaşda olan fayllarınız silinəcək. Ona görə mütləq home CSS yazılanı seçirik. Əlavə olunmasını gözləyirik və hər biri əlavə olunduqdan sonra digər bölmələrdə heç birinə toxunmuruq. Bunlar sadəcə olduğu kimi, ancaq bu iki bölmə seçili qalır, qalan heç nəyə toxunmursunuz. Və bundan sonra start düyməsini basırıq. Və budur, aşağıda gördüyünüz kimi bütün əməliyyatlar bitdi yazısı gəldi. Telefonumuz yeniləndi. 3 dəqiqə 1 saniyə vaxt ərzində bizim cihazımız yeniləndi Android 14 versiyasına. Cihazın açılması yeniləmədən sonra əvvəlkindən biraz uzun sürə bilər. Bu həmişə bütün yeniləmələrdə belədir və ikinci bir məsələni də diqqətə alın ki, yeniləmədən sonra telefonda hər hansı gecikmələr, hər hansı ləngimələr, donmalar baş verərsə telefonu formatlamaq lazımdır. Bu təkcə bu qayda ilə yenilənməyə aid deyil. Telefonun öz yenilənməsi ilə versəz də bununla qarşılaşa bilərsiniz. Telefonunuz həddindən artıq yüklü ola bilər. Köhnə versiyada olan proqramlar yeni ilə uyğunlaşmaya bilər. Bunun üçün telefonu mütləq format eləmək daha məqsədə uyğundur. Daha rahat olar ki, telefonu formatlayasınız və yeni sistemlə cihazınızı yenidən istifadə eləyəsiniz.